altında bastığımız halde Hazgabul rayonunun birçok kentlerinde suya həsrətdirlər bu suya. Kanalımıza müraciət edən Hacıqapul rayonunun Kolğanı kənd sakini Maylov Niyazəli bildirir ki, dövlət tərəfindən ona verilmiş pay torpaqdan istifadə etmədiyi halda yüksək məbləğdə su pulu hesablanır. Onun sözlərinə görə torpaq sahəsi su altında qaldığı üçün istifadə etmək mümkün deyil. Buna baxmayaraq hər ay 400-500 manat arası su pulu gəlir. Bu da ciddi narazılığa səbəb olur. Sakin qeyd edir ki, mövcud vəziyyət onun maddi durumuna mənfi təsir göstərir və problemin həll olunmasını istəyir. Maylov Niyazəli kanalımız vasitəsilə aidiyyəti qurumlardan məsələni araşdırmağı, yaranmış problemin aradan qaldırılması üçün tədbir görülməsini xahiş edir. Hazgabul rayonu Kolğanı kənd sakini Maylov Niyazəli Abbasxanoğlu. Mənim bu pay torpağımdır. Suyun altında basıb gedir. Əkə bilmirik. Neçə dəfələrlə müraciət eləmişəm, gene bir ölçü götürülməyib. Həmin su yenə də axır. Hansı ki bu su ki bırakan suyla 1000 hektarlarla sahə sulanır. Niyə görə buna nəzarət yoxdur? Hələ o bir tərəfə bax, o tərəfə nə qədər axır su. Yəni bu boyda yersizlik olar. Demək olmur, adam utanır, xəcələ çəkir. Sonra evdə oğlun, uşağımdan neçə dədər, nə eləmsən sən? Axı mən də uşaqlarımın yanında gözəl qalmışam. Dolanacağımız yox, pis vəziyyətdə. Əkə bilmirəm, 4 hektar, 5 hektar. Ümumilikdə 15 hektar sahədir. Bir ata qardaşındır. Mal heyvanın əlində qalmışıq gidələk, suyun əlində qalmışıq gidələk. Kimdir bu işlərə baxan, kimdir buna nəzarət edən? Yani bu boyda yersizlik olar. Mənim baxın, yaşım keçir, mənim ölən vaxtım, bu boyda vaxtımda kimin də haqqına girmək olmaz axı. Mənə kömək ediyorsun bu suyun qarşısını alın da, ayıb döyür. Məndən utanmayın, Allah'tan utanın axı. Bu yer suyun altında basıb gedir. Bir bura dörüb, 50 yerden su akır bu şirin su. Nazirimiz oturup öz kabinetinde bir düş gel bu gör zamanı neyine mesuldu, ne olur? Hele kompüterle oynamak olar orada. Kompüterde her şey eğla. Eğla. Gel de gör ben bak burada 10 hektar yer basıp kaldım. Ben diyeyim, kime diyeyim derdimi? Kendisine verilen onu da kedip dolanmak olur o peşeyle. Biz suyun altında bastığımız halde Hazgabul rayonunun birçok kentlerinde suya həsrətdirlər bu suya. Mənim bağlımı çatdadan bu suyun israf olunmağıdır, havayı axmağıdır. Yani belə şey olur, olmamalıdır. Kömək geliyor. Bu işə məsul şəxslər kimsə kömək eləsin. Kənd Sərfət Naziri özü kömək eləsin. Düşsün oradan aşağı gelsin, mənim düş kendime gelsin. Görsün bir hansı vəziyyətdir. Məndən utanmayın ya, Allah'ı görün də başınızın üstündə. Kompüterle iş görmək olur. Buradan kompüterle köçürdülər, eğla her şey. Eğla döyür axı. Ben bu yerden istifadə eləmək üçün, sağ olsun dövlətimiz verib, pay torpaqdır. Eğla yerdir. İstifadə eləmə, mənə 400-500 manat su pulu hardan gəlir? Neynəmişəm? Əkməmişəm axı mən. Əkilməyə nəsər, hardan gəlir mənə bu su pulu? Əkilməməyin də səbəbi belə bu suyun altında qalmağı, damatın mal heyvanının bura girməyi, kömək eləməyi öz xahiş eləyirik. Bir mənə yox, çox damatda çox köməyə ehtiyac olan adamlar var. Maddi cəhətdən yox, elə boynundan düşən öz vəzifəni yerinə yetirin, o bizə bəsdir. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.